Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi alçadan palçıq turşu hazırlayıram. Qışda xəmir yeməklərlə balıq ləvəngisinə, toyuq ləvəngisinə xüsusi bir dad qatan palçıq turşu hazırlayıram. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Gördüyünüz kimi bir ləyən alçadır. Alça çox olduğu üçün mən bunu çəkmədim və neçə kilo olduğunu da deyə bilməyəcəm. Göz ayarı bişirirəm bunu. Qeyd edim ki, alça nə qədər dəymiş olsa, bir o qədər də dadlı turşusu çıxır. Alçaları təmiz-təmiz yuyuram. Saplağını, yarpağını təmizləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi alçaları yudum və qazana əlavə etdim. Üzərinə su əlavə etmirəm, çünki alça çox dəymiş olduğu üçün özünün bolluca suyu çıxacaq. Qapağını örtüb bunu bişməyə qoyuram. Bunu hər il hazırlayıram, qışda çox dadlı olur. Ət yeməkləri ilə, xəmir xörəkləri ilə çox dadlı olur. Gördüyünüz kimi bolluca suyu çıxıb. Artıq bişdi, altını söndürürəm və bunu aş düzəndən keçirdəcəm. Bunların hamısını aş düzəndən keçirdirəm. Mən taxta qaşıqla edəcəm. Siz bunu əllə də edə bilərsiniz. Gördüyünüz kimi aş düzəndən bu qaydada çıxardıram. Toxumları qalır, toxumlarını atıram. Hamısını eyni qayda ilə edirəm. Gördüyünüz kimi alçanın hamısını aş düzəndən keçirtdim və bunu yenidən qazana əlavə edirəm. Bunu o qədər bişirməliyik ki, ta bu qatılaşdı. Gördüyünüz kimi qaynayır, yavaş-yavaş qatılaşır və üzünün kəfini yığıram. Üzərinə 3-4 yemək qaşığı duz əlavə edirəm. Sonda bir daha yoxlayıram. Əgərsə duzu azdısa, yenidən əlavə edirəm. Gördüyünüz kimi artıq palçıq turşumuz hazır oldu, bişdi, qatılaşdı. Möhtəşəm bir nəticə alındı. Bunları bankaya yığıram.
Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda oldusa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.